Ama bugün shoulder günüdür, çiyin günü. Ama amadanlarımız belədir. Uzaqdan belə görünür. Sırf çiyin gününü ayırmışam yine. Görəyini elik. Və indi aparatımız deməli buydu. Sintetik. Aparatımız sonuncu hissədən yenə nəfər olur. Burada zədələnmənin qarşısını alsın deyə. Aşağı koyuyorum. 25 çoğuya. Dur. Aparat. Mən öz çəkimə görə 25 kiloda işləyirəm. Bu mənim sistemimdir. Bundan sonra 35, 45, 55 kilo işləyəcəm və üzərinə 2 kilo da əlavə edəcəm. Amma siz çəkinizə görə fərqli bir çəkdən başlaya bilərsiniz sistemimizdə. Məsələn 15 kiloda, adi 15 kilodan başlayıb sistemə edə bilərsiniz və belə pillə artıra bilərsiniz. Getdiyində 45 Getdi 55 kilo. Normal, standart bir bədənimizə uyğun bir çəki götürüyorum. Mən 10 kilo yoxlayacağım. Çiyin işləyib, öndə bu hərəkət. Həmin o 15 neşə olmaq. Ön hissəsi işləyərkən konteyner çox yuxarı almağa, aşağıda saxlamaya ehtiyac yoxdur. Alan nahiyəsinə qaldırırıq, aşağı. Deməli, bunu bayaqki kimi deməli çəklər getdikcə artaraq, sizin indi bilmirəm, hərənin öz zanlı fərqli çəklər var. Mən də indi 10 kilo ilə başladım, 2 set 10 kilo, 1 setdə 12 kilo, 1 setdə alınan, ardından alınsa 14 kilo ilə gedəcəm və bu mənim üçün çiyinin ön hissəsinə bir məşq olacaq. İndi keçirik 12 kiloya. Burada bir dənə setdə 10 kilo ilə elədim, indi 12 kilo.
çiyinin önünü işləyəndən sonra keçirik çiyinin arxa hissəsinə. Çiyinin arxa hissəsi üçün mən daha çox iki hərəkət edirəm. Çünki niyə də olmasın, həm də ki biraz çətin hiss olunan əzələ qruplarından biridir. Bu mənim öz fikrimdir, şəxsi fikrimdir. Hər hansı özünə aid ola bilər, şəxsi ola bilər. Deməli, aparatda gəlirik, bir dənə ipi götürürük, özümüzə uyğun bir çəki seçirik və başlayırıq. Sonra da 2-5 kilo veya özünüze uygun bir çəki götürürsünüz. Çiyinin arkasını işlemeye devam ediyorsunuz. Bu edeceğimiz hareket veya gösterdiğim hareketten dərhal sonra olsa daha yaxşı olur. İndi fikirləşə bilərsiniz ki, mən niyə burada qantellərdən yox, disk çəkilərdən istifadə edirəm? Yəni mən belə daha rahatdır. İstəyən disk çəki ilə də eləyə bilər, fərqli bir çəkilərlə də, istəyən qantellə də eləyə bilər. O, onun öz rahatlığına asılıdır. Mən götürdük 2-5 belə başlayırıq. İndi seçdik, çiyinin üstünü, çiyinin altını nöqtəsi, üstü, çiyinin üstü içində işləyəcək deməli lateral. Kolunuzu bunları yukarıda saklamayın. Bunları aşağıda saklayın. Koyun. Çiyinin öz aparsın çəkilir. Çalışın belə edin. Düzgün. Bax bu. Belə yox. Belə. Yəni ki dirsəyiniz biraz yukarıda olsun. Çox uşaqlar görəm. Başa sağıram. Sağ olsunlar düzgün işləyirlər. Qulaq asırlar. Onda hem hərəkəti daha düzgün işləmiş olursunuz, hem daha yaxşı hiss etmiş olursunuz. Bunu deməli işləyirik 5 kilo, 7 kilo, 10 kilo o da düzgün alınsa. Hərəkəti düzgün işlərirsinizsə 10 kilo alınlar, gedər. Yox işləmirsinizsə elə 7 kilo, hətta 2 kilo varsa 2 kilo ilə işləyin. Siz bu hərəkəti düzgün işləyin. Getdik, görüşərik.